Konformizm. Konformizm nədir? Razılaşmaq. Necə? İradəsini göstərə bilmir, ona gücü çatmır, iradəsi çatmır. Nə edir? Razılaşır, razılaşır. Kim nə deyirsə deyir, ya düz deyirsən. De ki, rahat ol. Rahatlığa qaçmaq istəyir. Şirkətdə müdir vurur, basır, kəsir, hamını təhqir eləyir. Onu da qəbul edir. Şimdi buradan çıxdım, harda iş tapacam? De ki, bu təhqirlərə dözüm. Vay, razılaşır. Azadlıqdan, müstəqillikdən qorxur, axı ona cürəti çatmır, cəsarəti çatmır. Nə olacaq iş? Yox. Onsuz hər yerdə elədir də, bütün şirkətlərdə şirkət müdirləri işçiləri təhqir eləyir də, nə olsun? Öz-özünə təsəlli verir. Xeyr, özü aldatma. Hansı şirkətdə şirkət rəhbəri təhqir eləyir? Əgər bir işçi şirkət rəhbərini təhqirinə dözürsə, o işçi pis adamdır. Şirkət rəhbəri pis adamdır, o da pis adamdır ki, ona dözür. Niyə dözürsən? Çıx git başqa yerdə. O qədər işlər var ki, elə ancaq Allahın ruzisi bu təhqir edən şirkət müdirinin əlindədir. Konformizmdir bu. Erk Fromm deyir.